Saatlı rayon ərazisində əkilən kənd təsərrüfatı bitkiləri olan sahələrdə Aqrar Xidmətlər Agentliyinin tədbirlər planına uyğun olaraq bitki mühafizə xidmətinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Keçirilən yaz monitorinqləri zamanı yonca sahələrində fitonomus zərərvericiləri aşkarlandığı üçün mübarizə tədbirləri eyni zamanda fermerlərin maarifləndirilməsi üçün görüşlər davam etdirilir. Hazırda sahələrdə kimyəvi mübarizə yolu ilə zərərvericilərə qarşı dərmanlanma işləri görülür. Fermerlər əsasən ziyanvericilərə qarşı supermetrin, deltametrin və alfa supremetrin kimi dərmanlardan istifadə edir. Rayon üzrə əkilən yonca sahələrində artıq 1000 hektardan çox sahədə dərmanlanma işləri görülüb. Aparılan monitorinqlər zamanı taxıl sahələrində isə alaq otlarının sirayəti aşkarlanıb. Aqrar Xidmətlər Agentliyinin göstərişi ilə idarəmiz, mütəxəssislərimiz mütəmadi olaraq rayon ərazisində əkilmiş yonca, taxıl, ümumiyyətlə kənd sahələri bitkilərinin sahəsində həm vaxtaşırı monitorlarını keçirir. Bu yaz yoxlamanın əlaqədar olaraq yonca sahələrində fitonomusun olması, fitonomusuna əlaqədar fermerlərə mütəmadi olaraq göstərişlər verilməsi, taxıl sahələrində alaq otlarına qarşı bu bilavasitə bizim idarənin bir nömrəli işidir. Qeyd edək ki, Saatlı rayon ərazisində 8219 hektar buğda, 5651 hektar arpa olmaqla ümumilikdə 13870 hektar ərazidə taxıl bitkisi becərilib. Könül Kazımova, Aydın Yavərzadə bugün informasiya proqramı üçün.